Salam, hər vaxtınız xeyir olsun inşallah, gününüz uğurlu olsun. Bu gün sizləri Savxoz romanda yolun qırağı, 163-ün yolunda, şəxsi tikili, 5 sotda, kürsülü, qoşadaşlı, 4 otaq, bağlı, bağçalı, çox gözəl bir evdir. Tarmanı belə var, meyvə ağacları var. Burada bax, çox gözəl bir evdir. Şəxsi tikili bir evdir. Qonşusu da yenə özünündür. Satma səbəbi də budur ki, bilirsiniz indiki gənclər hamısı şəhər istəyir, şəhərə gedir. Yəni şəhərdə yaşayırlar. Satma səbəbi budur, başqa bir səbəb yoxdur burada. Özü tikib, şəxsi özü tikib, şəxsi olaraq tikisi bir evdir. Bütün meyvə ağaclarından da var. Barı, bağçası həyətin arxasında, evin arxasında. Toyuq damı da var belə. İndi ağaçların içine girir, mən çəkmirəm. Kürsülüdür, qoşadaşdır. Hər bir şərait var. Yola da bir addım. Qapını açırsan, marşrut yoluna çıxırsan. Bax, qapından göstərəcəm sizə. Qapıya kimi də asfaltdır. Yəni, palçıq söhbəti, sözü, nəm söhbəti yoxdur burada. Budur, bax, qapısı da belə asfaltdır. Budur, bax, qapını açırsan, 163-ə minirsən. İstilik sistemi kombidir. Mətbəx mebeli var. Kombisi var. Çox qəşəng bir evdir, həqiqətən. Allah hər kəsə ev qismət eləsin, inşallah. Burada da kombi otaqdır. Biraz harasa pləkanına, çöl görünüşünə əl gəzdirmək lazımdır evin. Giriş, böyük bir dəhliz. Haradasa biraz var evin tikili olmağı. Yəni, oturuşmuş bir evdir, kök bir evdir. Hamam sanitar qovşağı. Sağda mətbəxdir. Bax, çox gözəl, geniş mətbəx mebelinə kimi var. Böyük bir zal. Üstə yataq otağı. Bu bir yataq otağı. Qiymət olaraq 105.000 manat deyil ev yiyəsi. 105.000 manat. Otaqlar çox böyükdür. Yəni, balaca deyil. Çox böyük otaq axtaranlar həqiqətən gəlib buranı ala bilər. Bu da bax. 105.000 deyil ev yiyəsi. İnşallah ki, özü tərəfindən endirim olunacaq sizlərə. Buyurun, gəlin. Allah hər kəsə inşallah ev qismətləsin, əzizlərim.